Salam, 8-ci sinif biologiya 1-ci hissədən elm, texnologiya, həyat. Bax, bu təsvirdə fotobioreaktor adlanan cihazın şəklini görürük. Burada fotosintez prosesini asanlaşdırmaq üçün süni işıq mənbələrindən və ya günəş işığından istifadə edilərək mikroyosun, siyanobakteriya və mamır kimi fotoavtotrof orqanizmlər yetişdirmək üçün nəzərdə tutulmuş yetişdirilmə bir sistem kimi nəzərdə tutulur. Fotobioreaktorlar təbii işıq və ya karbon qazı mənbələri olaraq qəbul edilən çuxur gölməçələri kimi açıq sistemlərdir. Yəni, qapalı fotobioreaktorlar isə optimal böyümə sürətləri, təmizlik səviyyələri şəraitində yetişdirilmiş orqanizmin fizioloji tələblərinə uyğun olaraq çevik idarə edilə bilən bir sistemdir. Şəkildə bir hüceyrəli fotosintetik orqanizm olan xlorella yosunları borular sistemində yerləşdirilir. Ora günəş işığı və yaxud da ki, işıqlanma mənbəyindən istifadə edilməklə, karbon qazı ilə, mineral duzlarla və su ilə təmin edilir. Belə bir şəraitdə xlorella yosunu fotosintez edərək qeyri-üzv maddələrdən üzv maddə hazırlayır. Hətta xlorella yosunları günəş enerjisinin 12%-dən istifadə etmək qabiliyyətinə malikdir. Belə bir qurğuda bu bioreaktorlardan dünyada heyvan yemi üçün biokütlə əldə etmək, qida əlavələri hazırlamaq, yaxud da ki, kosmetik vasitələrin istehsal edilməsi üçün kimyəvi maddələrin emalında da bundan istifadə oluna bilər. Həmçinin belə bir aparatlardan istifadə etməklə günəş enerjisini etil spirtinə və yaxud da ki, biodizelə çevirmək üçün istifadə oluna bilər. Lakin bioreaktorlar qalıq fosil yanacaqların istifadəsi üçün rəqabət apararaq indiyə qədər hələ kifayət qədər ucuz biokütlə istehsal edə bilmir. Bugünkü dərsimiz bu qədər. Sağ olun.